Yəni insan güclü bir varlıqdır, qüvvətli bir varlıqdır. Yəni insan bu sosial şəbəkələrə bu qədər bağlanmamalıdır. Biz deyirik ki, yəni birbaşa sosial şəbəkələri tərk eləməyin. Bu mümkün olan bir şey deyil, düzdür? Yəni biz demirik sosial şəbəkələri tərk eləyin. Yəni bu mümkün olan bir şey deyil, amma belə deyək, vaxt qoyun özünüzə. Gün ərzində məsələn 1 saat, yarım saat, yəni sosial şəbəkələri izləyin, amma faydalı mövzular izləyin. Faydalı, sizə fayda verən, ailənizə fayda verən, uşaqlarınıza fayda verən, belə deyək, elminizə fayda verən, sizə nə fayda verirsə, yəni 1 saat, saat yarım vaxt ayırıb, yəni onu belə deyək, dinləyə bilərsən, baxa bilərsən və daxil ola bilərsən. Amma bəzi insanlar var ki, sosial şəbəkələrə daxil olub, belə deyək, hansısa bir şəxsin ailəsi ilə maraqlanırlar, evi ilə maraqlanırlar və yaxud da uşağı ilə maraqlanırlar. Görürsən ki, insanların belə deyək də bir-birinə ancaq maraqlanırlar sosial şəbəkələrdə və yaxud yarışlar keçirirlər. Yarışlar da baxırsan ki, yəni çox səviyyəsiz yarışlardır. Girib o yarışlara vaxtınızı nə üçün belə deyək itirirsiniz? Vaxtınızı nə üçün sərf edirsiniz? Axı bu vaxt qızıldır. Yəni dəyərlidir vaxt. Əksinə o vaxt itirməkdən, yəni özünü inkişaf elətdir. Hansısa bir dil öyrən, hansısa bir kitab oxu, yəni özünü belə deyək də formalaşdır. Özün öz üzərində özünü inkişaf elətdir. Yəni belə etsən daha yaxşı olar. Allah razı olsun. Cümləmizin.